Salam, 5-ci sinif Azərbaycan tarixindən 19-cu dərsimizə keçirək. Dərs 19. Şəhərlər necə yarandı? Azərbaycan qədim şəhərləri ilə məşhurdur. Naxçıvan, Dərbənd, Təbriz, Gəncə, Şamaxı, Qəbələ, Bərdə və digər şəhərlərimizin yaşı minilliklərlə ölçülür. Bəs görəsən bu şəhərlər necə yaranmışdır? Alimlər şəhərlərin meydana gəlməsini istehsal təsərrüfatının yaranması və oturaq həyata keçidlə əlaqələndirirlər. Artıq bilirsiniz ki, əkinçilik, maldarlıq və sənətkarlıq istehsal təsərrüfatının tərkib hissələridir. Əkinçilərə geniş və məhsuldar torpaq sahələri, maldarlara isə otlaqlar lazım idi. Onların həyatı və gəlirləri birbaşa torpaqla bağlı idi. Qədim əkinçilər ilk evlərin və kiçik kənd tipli yaşayış məskənlərinin qurucuları idi. İnsanların sayı artdıqca belə məskənlər böyüyərək tədricən qəsəbələrə və şəhərlərə çevrilirdi. Süni suvarmadan əkinçilikdə geniş istifadə olunurdu. Bu isə tələbatdan artıq məhsulun meydana gəlməsinə səbəb oldu. Şəhərlərin yaranmasında bu amilin böyük rolu olmuşdur. Artıq əkin-biçin alətləri, geyimlər, ev əşyaları hazırlayan insanlar qrupu yarandı. Onlar sənətkarlar adlanırdı. Bu insanlar əkinçilik və ya maldarlıqla məşğul olmurdular. Sənətkarlar insanlar üçün zəruri olan müxtəlif məhsullar istehsal edirdilər. Zaman keçdikcə sənətkarların içərisindən tacirlər qrupu ayrıldı. Onlar məhsulların alış-verişi ilə məşğul olurdu. Beləliklə, sənətkarlığın və ticarətin inkişafı, eyni zamanda insanların sayının artması, iri yaşayış məskənlərinin meydana gəlməsinə şərait yaratdı. Elə şəhərlərin əsas sakinləri də məhz sənətkarlar və tacirlər hesab edilirdi. Onlar mühüm ticarət yolları üzərində, çay kənarlarında, limanlarda məskunlaşır, yaşayış məntəqələri salırdılar. Bilirsinizmi, sənətkarlıq və ticarət hesablamaya, yazıya tələbatı artırdı. Bunun üçün isə sadə və anlaşıqlı yazı sistemi lazım idi. Şəkli yazılardan əlifbaya keçid belə baş verdi. Tacirlər uzaq vilayətlərə məhsullar aparırdılar. Onlar getdikləri yerlər haqqında məlumata malik olmalı idilər. Bu isə coğrafi və tarixi bilgilərin meydana gəlməsinə səbəb oldu. Nəticədə elmi biliklər, riyaziyyat, həndəsə, tarix, coğrafiya və s. inkişaf etməyə başladı. Artıq şəhərlər həm də elm və mədəniyyət mərkəzlərinə çevrilirdi. Şəhərlərdə sənətkar və tacirlər arasında iqtisadi mübahisələr baş verirdi. Bu mübahisələri həll etmək üçün məhkəmələr yarandı. Əhalisi artdıqca böyüyən şəhərlərdə nizam-intizama da ehtiyac var idi. Şəhər idarəçilərindən ibarət xüsusi təbəqə də belə meydana gəldi. Bu idarəçilər təkcə şəhər daxilində deyil, onun ətrafında yaşayan əkinçilərə və maldarlara da hökmranlıq etməyə başlamışdılar. Onlar əkinçilərdən vergilər alır, özləri isə yalnız hakimiyyət və idarəçilik məsələləri ilə məşğul olurdular. Alimlərin fikrincə, dünyada ən qədim dövlətlər məhz şəhərlərdə yaranmışdır. Belə dövlətlər ilk dəfə iki çay arasının, yəni indiki Dəzlə və Fərat çaylarının cənubunda meydana gəlmişdir. Şəhərlərin quruluşu necə idi? İnsanların həyatında din həmişə mühüm rola malik olmuşdur. Maraqlıdır ki, qədim dövrlərdə elmlə də məhz din xadimləri məşğul olurdu. Bu onların nüfuzunu daha da artırırdı. Təsadüfi deyildir ki, qədim şəhərlərin mərkəzində tanrıların şərəfinə möhtəşəm məbədlər tikilirdi. Bəzi şəhərlər isə elə məbədlərin ətrafında salınmışdı. Qədim Atropatenanın paytaxtı Qazaka belə şəhərlərdən idi. Kəndlərdən fərqli olaraq şəhərlər xüsusi plana malik idi. Məbədlərin ətrafında şəhər hakimlərinin evləri, idarə binaları və bazar yerləşirdi. Sənətkarlar özlərinə məxsus məhəllələrdə yaşayırdılar. Bu məhəllələrin yerləşdiyi küçələr, bazarlar sənət növünə uyğun adlandırılırdı. Zərgərlər, yəni qızıl-gümüş əşyalar hazırlayanlar, dəmirçilər, çörəkçilər. Hazırda da belə adlara rast gəlmək olur. Bakı şəhərində Zərgərlər küçəsini, kömürçü bazarını buna misal göstərmək olar.
Şəhərlər divarlarla əhatələnirdi. İlk vaxtlar bu divarlar çiy kərpizdən hörülür, adi palçıqla suvanırdı. Özül üçün sal daşlardan istifadə olunurdu. Zaman keçdikcə xarici hücumlardan müdafiə məsələsi ön plana çıxdı. Axıvarlı idarəçilərin, sənətkarların və tacirlərin yaşadığı məskənlər düşmənlər üçün mühüm sərvət mənbəyi idi. Üstəlik xəzinələr də şəhərlərdə saxlanılırdı. Buna görə daş evlərə və daş divarlara zərurət yarandı. Artıq böyük yaşayış məntəqəsinə çevrilən məskənlər qalın daş divarlarla əhatələnir, qala büzləri ilə möhkəmləndirilirdi. Bilirsinizmi, qədim şəhərlərin küçələri dar və çoxdalanlı olurdu. Sonu qapalı və heç bir yerə çıxışı olmayan küçə dalan adlanır. Bu cür quruluş şəhər daxilində küçə döyüşlərinə hesablanmışdı. Düşmən şəhərə daxil olardısa, dar küçələr və dalanlar müdafiə olunmağa əlverişli imkan yaradırdı. Dövlətlər meydana gələndən sonra bəzi şəhərlər hökmdarlar tərəfindən salınmağa başladı. Belə şəhərlərin mərkəzində hökmdar ailəsi, adlı sanlı ailələr, din xadimləri və əyanlar məskunlaşırdı. Şəhərin bu hissəsi narınqala və ya sadəcə iç şəhər, içəri şəhər adlanırdı. Onun ətrafında isə yenə də sənətkarlar və tacirlər məskunlaşırdı. Buna görə də bəzi şəhərlərimiz 2 qat qala divarları ilə əhatələnirdi. Şəhər ətrafında isə əkinçiliklə məşğul olan əhali yaşayırdı. Onlar şəhər sakinləri hesab olunmasalar da, düşmən hücumları zamanı şəhərlərə sığınırdılar. Yüzilliklər keçdikcə bəzi qalalar da genişlənir, şəhərlərə çevrilirdi. Bakı və Dərbənd belə şəhərlərdəndir. Bəli, indi isə keçirik sual və tapşırıqlara. Şəhərlərin yaranmasının əhəmiyyəti nədir? Şəhərlərin yaranması cəmiyyətin inkişafında mühüm rol oynamışdır. Şəhərlər sənətkarlıq və ticarətin mərkəzinə çevrilmiş, iqtisadi əlaqələr gücləndirmişdir. Ticarətin genişlənməsi, yazının yaranmasına, elmi biliklərin, yəni riyaziyyatın, coğrafiyanın və tarixin inkişafına səbəb olmuşdur. Şəhərlər eyni zamanda elm və mədəniyyət mərkəzi kimi formalaşmış, məbədlər və ictimai binalar tikilmişdir. Əhalinin artması idarəetmə və məhkəmələrin yaranmasına gətirib çıxarmış, dövlətçiliyin əsası məhz şəhərlərdə qoyulmuşdur. Beləliklə, şəhərlər iqtisadi, mədəni və siyasi inkişafın əsas mənbəyi olmuşdur. Mətnə əsasən cədvəli tamamlayın. Mən izah edim, özünüz cədvəli qurarsınız. Şəhərlərin yaranma səbəbləri, şəhərlərdə inkişaf edən sahələr. Əkinçiliyin inkişafı nəticəsində yaranan artıq məhsul digər fəaliyyətlə məşğul olanları, yəni sənətkarları, tacirləri təmin etdi. Sənətkarların və ticarətin cəmləşdiyi yerlər məskənlərə çevrildi. Su ehtiyatları və ümumi torpaqlar, əsas ticarət və karvan yolları üzərində yerləşmə, qalalar və divarlar ətrafında toplanma, dövlətin və ya inzibati idarəetmənin yerləşdiyi yer, böyük məbədlər və ya ziyarətgahlar ətrafında formalaşma. Şəhərlərdə inkişaf edən sahələr. Şəhərlərdə ən çox inkişaf edən sahələr sənətkarlıq, yəni dəmirçilik, zərgərlik, duluzçuluq, toxuculuq və s. və ticarət idi. Sənətkarlar və tacirlər şəhərlərin iqtisadi əsasını təşkil edirdi. Həmçinin şəhərlər idarəçiliyin mərkəzi olduğundan idarəetmə, hakimiyyət və iqtisadi məsələlərə baxan məhkəmələr də burada inkişaf edirdi. Hansı şəhərimiz hökmdar tərəfindən salınmışdır? Yeni Şamaxı, Şuşa, Mahmudabad. Nadir xan Yeni Şamaxını, Pənahəli xan Şuşa şəhərini, Hülakü Qazan xan isə Mahmudabad şəhərini saldırıb. Kənd və şəhər həyatı arasındakı fərqləri qruplaşdırın. Şəhərlər böyük əraziləri əhatə edən və əhalinin çox sıx yaşadığı məntəqələrdir. Onların iqtisadiyyatı əsasən kənd təsərrüfatından fərqli olaraq sənətkarlıq, ticarət, sənaye və xidmət sahələri üzərində qurulur. Şəhərlərdə geniş yollar, inkişaf etmiş nəqliyyat, çoxmərtəbəli binalar və müasir sosial obyektlər mövcuddur. Şəhər həyatı sürətli və gərgindir. Lakin təhsil almaq, yüksək ixtisaslaşmaq və
hər hansı bir peşəyə sahib olmaq üçün böyük imkanlar vardır. Kəndlər kiçik ərazilərdir və əhalinin sıxlığı aşağıdır. Kəndlərin iqtisadiyyatı birbaşa torpağa bağlıdır və əsasən əkinçilik və heyvandarlıqdan ibarət olan kənd təsərrüfatı fəaliyyətlərinə əsaslanır. Kəndlərdə yaşayış əsasən fərdi evlərdən ibarətdir. İnsanlar bir-birini yaxşı tanıyır və güclü qonşuluq bağlarına sahib olurlar. Həyat daha sakitdir, təbiəti gözəldir, havası təmizdir. Lakin təhsil və ixtisaslaşma imkanları şəhərlərə nisbətən daha məhduddur. Şəhərləri yaranma xüsusiyyətlərinə görə qruplaşdırın. Bir çox şəhərlər əlverişli təbii coğrafi şəraitə görə formalaşmışdır. Məsələn, çayların kənarlarında, dəniz sahillərində və dağətəyi ərazilərdə yerləşən şəhərlər təbii imkanlardan istifadə edərək inkişaf etmişdir. Digər şəhərlər isə tarixi və mədəni səbəblərə görə yaranmışdır. Belə şəhərlər qədim ticarət yollarının üzərində, dini mərkəzlərin və ya müdafiə məqsədli istehkamların yaxınlığında salınmışdır. Şəhərlərin yaranmasında iqtisadi fəaliyyət də mühüm rol oynayır. Sənaye, ticarət, nəqliyyat və liman fəaliyyəti bir çox şəhərlərin əsasını təşkil edir. Bundan əlavə, bəzi şəhərlər əvvəlcədən planlaşdırılaraq yeni sənaye müəssisələri və yaşayış sahələri yaratmaq məqsədi ilə inşa edilmişdir. Bəli, bu qədər. 20-ci dərs öyrənmək üçün növbəti videoma baxa bilərsiniz. Kanalıma abunə olub bəyənməyi unutmayın. Hələlik.